Biz baxanda görürük ki, Allahın kitabına bağışlanma diləmək, yəni istiğfar, möminlərin sifəti idi. Möminlər Allahdan bağışlanma istəyirdilər daima. Allah subhanahu və teala bizdən qabaq olan, yaşayan möminlər barəsində onların istiğfarını xəbər verib. Rabbənə fəğfir lənə zunubənə. Fikir verin, ey Rəbbimiz, bizim günahlarımızı bağışla. Möminlərin duasıdır. Rabbənə fəğfir lənə zunubənə və kəffir annə seyyiətinə və təvaffənə mə'əl əbrar. Onlar belə dua edirdilər. Həmçinin Allah subhanahu və teala əmr edib Qur'anda bağışlanma istəməyi. Allah Teala buyurur, "Vəstəğfirullaha", Allahdan bağışlanma istəyin. Əmr edib. Allahdan bağışlanma istəyin, Allah bağışlayan və rəhm edəndir. Həmçinin Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə əmr edib ki, sən də bağışlanma istə. Allah Peyğəmbərə əmr edib. Və qul rabbiğfir. De ki, ey Rəbbim, məni bağışla. Varham, rəhm et. Və əntə xeyrur rahimin. Sən rəhm edənlərin ən xeyirlisisən.